ilahiyyatçılarımız sadəcə akademik təhsillə kifayətlənirlər, özlərini yetişdirmirlər. Diplom almaq, yaxud hansısa kitabı bilmək, hələ dini təbliğat işində, dini insanlara çatdırma işində uğur qazanmaq üçün kifayət eləmir. İnsan özünü yetişdirməlidir, bir növ tərləməyi bacarmalıdır. Tərləmək nə deməkdir? Özünü yetişdirərkən müəyyən çətinliklərə özünü məruz qoymaq, əziyyət çəkmək, zəhmət çəkmək. Deməli, Azərbaycanlı 11-ci əsr dilçisi, xətibi, ədibi var, Xətib Təbrizi. Xətib Təbrizi özünün dövründə çox kasıb bir vəziyyətdə yaşayıb. Onun əlinə bir kitab keçir. Əbu Mənsur Əl-Əzhərinin Təhzib kitabı. Oxusa da başa düşə bilmir. Bu adam dilçidir. Deyirlər ki, Suriyada bir alim var. Onun yanına get. Məərrə şəhərində, Ələbin yaxınlığında yaşayır. Çox kasıb olduğundan Təbrizdən Məərrəyə piyada gedir. Həmin kitabı da belindəki torbaya qoyur. Tərləyir və o kitab tərə batır. Hal-hazırda o kitab Bağdadda vəqf kitabxanalarının birində saxlanılır, həmin o nüsxə. İlk baxışdan bizə elə gəlir ki, onu hansısa su xarab edib, yaxud suya düşdüyü üçün bu vəziyyətdədir. O tər Xətib Təbrizinin təridir. Bax, Xətib Təbrizi öz sahəsində tərləməyi bacardığı üçün Xətib Təbrizi ola bilibdir.